Aylar keçsə də vəziyyət olduğu kimi qalır. Bura Biləcəri qəsəbəsi Xurşudbanu Natəvan küçəsində yerləşən meşəlik ərazidir. 8 ay öncə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən əraziyə baxış keçirilib. Ağaclarda xəstəlik səbəbindən çürümə olduğu müəyyən edilib və müvafiq qurumlara ağacların yenisi ilə əvəz olunması ilə bağlı xəbərdarlıq edilib. Ancaq 8 ay keçməsinə baxmayaraq ərazidə heç bir dəyişiklik yoxdur. Buranın havası ümumiyyətlə yaxşı olur. Yine asfaltlı ağacların olduğu yerdə hava təmiz olur. Amma çox təəssüflər olsun ki, qırılır, nə bilim, yıxılır, uçur. Demək olar ki, quruluq yoxdur ona görə. Ekoloqlar isə bildirirlər ki, ərazidə münbit olmayan boz torpaq üstünlük təşkil etdiyindən ağaclar yetərincə qidalana bilmir və zəifləyir. Bu cür ağaclara isə mütəmadi olaraq aqrotexniki qaydada qulluq olunmalıdır. Bunlar normal qidalana bilmir. Normal qidalanmayan ağaçlar kütlə toplayıb özünü normal saxlaya bilmədiyinə görə ziyan vericilər bir tərəfdən, digər tərəfdən də isə suvarma burada aparmaq mümkün deyil. Burada bu boyda sahəni suvarmaq mümkün. Ona görə də burada quruma prosesi gedib. Yaxşı olar ki, bəli, bu quru ağaçları təcili buradan yavaş-yavaş çıxartmaq, budamaq, qurumaqda olanları da təcili fitosanitar qaydada yığışdırmaq. Yavaş-yavaş o ağaçlar ki, artıq sıradan çıxıblar, onlar mütləq buradan çıxmalıdır ki, gələcəyinə bu proses davam eləməsin. Problemin həlli istiqamətində cavabdeh qurumlar olan Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə və Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etdik. Binəqədi Rayon İcra Hakimiyyəti zənglərimizə cavab vermədi. Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən isə bildirildi ki, sözü gedən ərazidə xəstəlik nəticəsində qurumuş ağaclar son günlərdə müşahidə edilən güclü külək nəticəsində aşıb və qısa müddətdə birliyin əməkdaşları tərəfindən ərazidən götürüləcək. Nərmin Malik qızı, Vahab İmanzadə, ATV Xəbər.